Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Alemlerin Rabbi olan Allah'a həmd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemə, onun ailəsinə, sahabələrinə və qiyamət gününə qədər onun ardınca gözəl şəkildə gedənlərə Allahın salamı olsun. Bizi nemətləri üzərində, qardaşlarım, cəm edən, İslam üzərində qardaş edən, qəlblərimizi birləşdirən Allaha, aləmlərin Rəbbinə həmdlər və şükürlər olsun. Qardaşlarım, dünya nemətləri bütün insanların demək olar ki, axtardığı bir şeydir. İnsan yaradılış olaraq xoşbəxtçilik axtarır, nemət axtarır. İstəyir ki, xoşbəxt olsun. Fərq etməz. Bu xoşbəxtçiliyi hansı halda olursa olsun, istəyir ki, insan xoşbəxt olsun. Və hamı istəyir ki, dünya həyatında onun qəsrləri olsun, evi olsun, miniyi olsun, gözəl yeməkləri və içməkləri olsun, maşınları olsun, gözəl üstündə və üzərində gəzdirmiş olduğu geyimləri olsun, gözəl ailəsi olsun, xoşbəxt yaşadığı ailə olsun. Bu, qardaşlarım, dünya həyatında dünyaya hətta müvəqqəti olmasını bildiyi halda insanın qəlbinin bağlanmasıdır. Yəni, insan qəlbi bağlıdır buna, bunu istəyir. Lakin müttəqi olan, Allah Azza və Cəlləni bilən, həqiqi Allahı tanıyan bilir ki, bu nə zamansa bu keçəcək və bitəcək. Çünki Allah bizi yaratdıqda bizə bu xoşbəxtçiliyin hansısa bir vaxt bitəcəyini xəbər verir. Onun üçün, qardaşlarım, insanın axtarması lazım olan qalıcı bir xoşbəxtçilik var. Əlbəttə ki, biz deyirik ki, insan dünyada xoşbəxt olması üçün Allahdan istəməlidir, addımlar atmalıdır, bu yöndə yönəlməlidir, getməlidir. Lakin bu dünya həyatında sənə xoşbəxt olmaq vədi verilməyib. Kimsə deyilməyib ki, sən namaz qılsan, bütün 70 il həyat varsa, yaşayarsansa, xoşbəxt olacaqsan. Belə bir vəd yoxdur. Quran-ı Kərimdə, qardaşlarım, diqqət edin, vallahi, çox həm qəribədir, həm də Allah bizə rəhm edərək, mərhəmət göstərərək bizə bunu bəyan edib. Xoşbəxtçilik sözü bütün Quran-ı Kərimdə sadəcə bir yerdə keçir. Bilirsinizmi? Xoşbəxtçilik sözü bütün Quran-ı Kərimi oxusan bir yerdədir. Xoşbəxt olanlar var. Kim həqiqi xoşbəxtdir? Malı olanlar, pulu olan, varı, dövləti, ailəsi, zövcəsi, maşını, bu ayrı məsələ. Amma xoşbəxtlər Allahın müraciət edərək dedikləri var. Quran-ı Kərimdə ayədə gəlir ki, Allah Azza və Cəllə buyurur ki, فَأَمَّا الَّذ۪ينَ سُعِدُوا O kəslər ki, onlar xoşbəxt olacaqlar. فَفِي الْجَنَّةِ Onlar yalnız cənnətə düşənlərdir. Xoşbəxtçilik, qardaşlarım, yalnız bu yöndən gələ bilər. Başqa bir yöndən, dünyada insan ən böyük saraylarda yaşasa belə, ən gözəl yeməkləri yesə belə, hər gün süfrəsində ceyranlar kəsilsə, qızıldan tabaqlar, gümüşdən qaşıqlarla önünə qoyulsa belə, amma Allah Azza və Cəllə itaət və ibadət üzərində deyilsə, vallahi və billahi və tallahi, onda xoşbəxtçiliyin zərrə qədər əlaməti yoxdur. Çünki, qardaşlarım, dünya həyatı gözümüzlə görürük, yaşayırıq, lakin ən əzəmətli isə ahirətdə qalandır. Onun üçün bugün sizinlə elmimizin miqdarında, bizə çatanın qədərində bir səfərə çıxmaq istəyirəm. Səfərə çıxmaq istəyirəm və sizi də özümlə şifahi olaraq bir yolçuluğa götürmək istəyirəm. Cənnət yolçuluğuna. Çünki insan bilmədiyi bir şeyə necə həvəsi ola bilər, necə yönələ bilər.
Allahın bizə Quran-Kərimdə və həmçinin onun göndərmiş olduğu Rasulunun öz sünnəsində cənnət haqqında xəbərlərin verilməsi sənin ona şövqünü artırmaq üçündür, getməyi artırmaq üçündür. Əsl məqsədin oranın olduğunu bildirmək üçündür. Bunun üçün bugün kiçik bir səfər və yolçuluq özümlə bərabər qardaşlarımla istəyirəm ki, cənnətə addımlayaq qardaşlar. Hansı ki, ora müttəqilərin, təqva sahiblərinin, Allahdan qorxanların gedəcəyi, toplaşacağı və toplum olaraq daxil olacaqları yer olacaq. Müttəqilər qardaşlarım, necə ki, Allah Azza və Cəllə möminləri, ona iman edənlərin qəlbini və həmçinin bədənlərini bir yerə yığıb, eləcə də qiyamət günü cənnətə dəstə-dəstə gediləcək. Topu olaraq. Bax, bizdə, elhamdülillah, Allah Azza və Cəllənin neyməti sayəsində hər gün bərabər etdiyimiz, fəzilətindən danışdığımız, üstün olduğunu söylədiyimiz cemaat namazı var. Yəni, itaətdə cemaat namazı. Və həmçinin bizim fəxrlə üzərimizdə daşıdığımız və başımızı onunla qaldırdığımız adımız var. Biz əhl-i sünnə vəl-cəmaə yox. Yəni, cemaat olan toplum, dəstə, bir olan, bölünməyən, öz imamlarının, başçılarının ətrafında haqq üzərində toplaşan və sünnə üzərində cemaat olan bir toplumuq. Əhl-i sünnəyi və cemaatuq. Haqq üzərində, itaət üzərində sənin imam və başçı olan, rəhbəri ilə. Aydındır? Çünki bundan müxalif olanlar hamısı müxalifdir. Əhl-i sünnə İbn Qayyim rahimehullah deyir ki, qardaşlarım, dünyada adları kimi, cemaat olduqları kimi bölünmədikləri üçün, təfriqə və firqələrə dağılmadıkları üçün qiyamət günündə bunun eynisinin mükafatı olaraq Allah Azza və Cəllə onları cənnətə də toplum və dəstə ilə salacaq. Yəni bir-bir gəlin, sıra ilə gir, belə olmayacaq. Dəstə olaraq girəcəklər. Zümər surəsində qardaşlarım Allah Azza və Cəllə buyurur: "Vəsiqəllezîne ittaqav rabbahum iləl cənnəti zumara." Subhanallah. Rəblərindən qorxanlar cənnətə dəstə-dəstə gətiriləcəklər. Toplum olaraq, elhamdülillah, iman əhli, tevhid əhli, şirk qoşmayanlar bərabər cənnətin qapısındadırlar. Aydındır? Cənnətin qapısındadırlar, artıq gəliblər. Ora çatdıqları zaman, qardaşlarım, وَفُتِحَتْ أَبْوَابُهَا qapılar açılır. Bu səfərimiz nədir, qardaşlarım? Bir düşün. Zaten tam olaraq da sən düşünə bilmərsən. Çünki o yer haqqında bizə veriləndən başqasını biz dərk eləyə bilmərik. Çünki orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, nəfsə və xəyala gəlməyən və düşməyən şeylər var. Lakin xəbər verilənlər var. Bu gözəldir, qardaşlar. Toplum olaraq, bax, peyğəmbərlər gedir. Peyğəmbərlər gedir. Adəm əleyhissalamdan ta bütün peyğəmbərlər hamısı cənnətin qapısındadılar. Ümmətlər olaraq hər peyğəmbərin öz yanında öz cemaatları var. Və qapının açılışı gözləyirlər Muhammed sallallahu aleyhi və səlləm. Kimdir gələn qapıda duran Muhammed? Və bizə əmr olunub ki, səndən öncə kimin üçünsə qapı açılmasın. Sonra gələnlər cənnətə öndə girənlər. Muhammed sallallahu aleyhi ve sellem və ümməti. Fəxrə bax, qardaşım, durmuşsan Abu Bakır, Ömər, Osman, Əli, Talha, Zübeyir, sahabə toplumu, əvvəlində Muhammed sallallahu aleyhi ve sellem və sən də orada sırada. Rəbbim nəsib eləsin bizlərə. Qalə ləhum xəzənətuhə. Gözətçilər var. Girirsən cənnətə. Oranın gözətçiləri, qardaşlarım, deyəcəklər: Selamun aleykum. Sizə salam olsun. Allahu akbar. Qarşılamaya bax. Tibtum fədxuluha xalidin. Salam olsun sizə. Necə də gözəllikdir bu. Gözəl bir halda gəliblər. Əbədi olaraq daxil olun, çıxmayacaqsınız. Qapıda salam verilirsə, bu o deməkdir ki, içəridə qorxulacaq bir şey yoxdur. Salamatlıqdır. Dərus-səlamdır.
Yəni salamatlıq diyarıdır qapıdan içəri. Artıq bitdi, yəni qorxma. Qapıya qədər qorxulu şeylər var idi. Sirat körpüsü var idi, hesab var idi, qəbir var idi və ondan əvvəl olanlar var idi. Amma artıq sənə deyilir ki, Selamun aleykum. Necə gözəlsiniz söz. Xoş gəlmisiniz. Qonaq qardaşlarım, qapıda qarşılanmasından içəridə olanları bilir. Getdiyin yerdə qapıda səni necə qarşılayacaqlarsa, eləcə də içəridə bilirsən ki, onun gözəlliyi daha üstün və daha böyük olacaq. Qapıları var qardaşlarım, cənnətin qapıları. Cənnətin qapıları var. Çox böyükdür və genişdir. Və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, iki qapı arasında, bu qapının dirəyi ilə bu biri yeri arasında 40 illik məsafə var. Yəni bir kəsin düşünə bildiyin qədər gedəcəyin fərq etməz nə ilə. 40 il məsafə, bir qapının arası, bu qapıdan o qapıya 40 illik məsafədir. Və Muhammed sallallahu aleyhi ve sellem isə mənə deyir, vaxt gələcək, o qapıda izdiham olacaq. Yəni o qədər çox girənlər olacaq ki, bizdə ona basabas deyilir də, yəni izdiham. İnsanların çoxluğundan. Və gör necə əzəmətli bir məşhəddir, necə bir əzəmətli görüntü olacaq orada. Dəhşətli bir mənzərə. Dəhşətli bir mənzərə. Və insan düşünür ki, görəsən, ya Rabbi, mən orada olacam mı? O geniş qapıdan sənin bu balaca canıva yer yoxdursa, bədbəxtsən. Bədbəxt. 40 illik, bu başa düşürsünüz nə deməkdir bu, hə? Qapılarının arası 40 illik məsafə olan bir salamatlıq diyarına 1.80 boy, nə bilim 70 en sənə orada yer yoxdursa, bədbəxtsən vallahi. Bədbəxtçılığın dərəcəsi heç nə ilə ölçülməz. Ağlasın insan, getsin səhraya, götürsün yerdən torpaqları, töksün başına. Töksün başına. Və düşünsün, görəsən hansı qapıdan çağırılacaq, hansı əməlimdir o üstün olan. Çünki qapıların növləri var. Rəyyan var. Ciyəri susuz olanların qapısı, oruç tutanların qapısı, sədəqə qapısı, cihad qapısı, əməllərin qapısı, fərqli qapılar var. Yaşadığın həyatda baxmalısan, hansı qapıdan girməyə özünü layiq görürsən, hansı qapıdasan məsələn sən, daşıdığın əməl var ya, yükün üzərində, o qapıya gedə biləsənmi? Allahın rəhmətinə ümidimiz var, əlhamdülillah, tövhid əhli. Allaha şirk qoşmadan yaşayan, bu canı Allaha şərik qoşmadan ölənə qədər yaşamaq üzərində aparmasını istəyən, yalvaran bir qulsan. Allah haqqında zənnimiz budur ki, əlhamdülillah, Rəbbim tövhid əhlini bağışlayacaq. Günahlarından aslı olmayaraq. Lakin yenə də hansı qapıdan? Sahabələr yarışırdı bunun üstündə. Allah Rasulü qapıları sayırdı. Canlar istəyir axı. Yəni, bütün hamısından istəyirəm. Birindən girmək xoşbəxtçilikdir, bu ayrı məsələ. Amma zənginlik, dünya, var dövlət qapıların göstərəndə çoxuna gedirsən. Ticarətin 7 növünə gedirsən. Hər birindən bir şey gəlir sənə. Eləcə də əmən sahibi olmalısan ki, qapılardan çağırılasan. Əbu Bakr radiyallahu anh deyir, ya Rasulallah, adam istəyir axı, canı istəyir, Əbu Bakr'dır o. Ümmətdə, qardaşlarım, Muhammed sallallahu aleyhi ve sellemdən sonra ikinci adam. Üstün əməlində, fəzilətində, aydındır. Və deyir ki, ya Rasulallah, o qapıların hamısından çağırılan olacaq. Hamısından. Deyir, bəli. Və sən, ey Əbu Bakr, ey Siddiq, sən olsan, sən oradan çağırılasın. Sən bütün qapılardan çağırılasın. İçəri girdikdə, qardaşlarım, mələklərin nidası gələcək. İçəri girəndə eşitdiyin ilk şey, Selamun aleykum tibtum fədxuluha xalidin. Əbədi olaraq görün, xoşbəxtçilik diyarına sizə salam olsun.
Cənnətə girildikdə qardaşlarım, ayaqları üzərində yeriyəcəklər. Ayaqları üzərində. Girdin cənnətə. Yeridiyin yer varsa, onun torpağı var. Dünyada yeriysən. Nəyin üstündə? Torpaqdır. Cənnətin də torpağı var. Cənnətin torpağı, qardaşlarım, zəfərandır. Zəfərandan. Düşünmə, yəni sadəcə qəbul et. Yəni biz oraçan bizə icazə verilməyib, yəni bilmirəm. Aydındır, xəbər verilib. Daşları, hasaları, aydındır, onlar yaqut, daşqaşlar, brilyantlar var. O da daşları da odur. Sən bir gözəlliyə bax. Bu bilirsən mənə qardaşlar. Rahmanın öz sevdikləri üçün hazırladığı yerdir. Onu sevənlərin qonaqlanmasıdır. Aydındır, vədinə sadiq olanların, şəhadətini tutanların, dili ilə qəlbi və əzaları, əməlləri eyni olanların girəcəyi, daxil olacağı bir yerdir. Allah onlar üçün hazırlayıb. Onlar Allah'ı sevir, Allah da onları sevir. Rahmanın qullarıdır. Rahmanın qonaqlarıdır. Hazırlayıb onlar üçün. Cənnət var ki, Allah oranı əli ilə hazırlayıb. Əli ilə hazırlanan cənnət var. Ağızlarını əkib, subhanallah. Möminlər üçün. Möminlər üçün. Yerlər olacaq ki, qardaşlarım, misk olacaq. Ətirli olacaq. Qızıldan olacaq. Daşlar olacaq. Sarayların daşları qızıl və gümüşdən. Aralarındakı, biz dünyadakı bölgüdə daş, sement, qum, burada isə aralarına vurulan misk olacaq. Qızılla gümüş, kərpiclərin qoyulması, üstə üst düzülməsi, üzərinə yüksəldilməsi, arasına misk vurulur. Arasına misk vurulur. İyi gözəldir. İyi gözəldir. Elə biri yoxdur. Hələ düşünəsən ki, hansı bir sənin dünya burnun və dünya iyi yoxdur, elə bir iyi ki, dünya iyi, dünya burnu ilə çəkilə bilirsin. Aydındır. Onun üçün orada da ruhun və reyhan, qəsrləri, sarayları, bostanları qarşında. Sən təsəvvür elə də, elhamdülillah, tevhid əhlidir, bağışlanıb və daxil olub. Qardaşlarım, cənnətə girdin. Hara gedəcəksən? Sənə yol göstərən olmalıdır da ki, məsələn, Bakıda yaşayırsan, Bakıya girdin, Şəkidə yaşayırsan, Şəkiyə girdin, Ələtdə yaşayırsan, Ələtə girdin. Sən evi tanımalısan, yəni istədiyin yerə gedib girmirsən. Sənin tanıdığın yer olmalıdır. Yəni Bakıya girdinsə, elə istədiyin qapını döymürsən. Döymür Muhammed qardaş. Sən evin olmalıdır. Amma kim göstərəcək sənə o evi? Kim göstərəcək? Elə bir şey olacaqmı ki, sənə göstərilsin? Olmayacaq. Bələdçi var, yoxdur. Çünki dünyada xeyr üzərində olan tevhid əhli və sünnə əhli var. Cənnətə girdikləri zaman dünyada necə evin tanıyır, cənnətdə buradan daha yaxşı tanıyacaq. Burada bəlkə azarsan məsələn. Evin yerini itirdin bəzən. İnsansan. Orada çünki Allah sənə evin yerini, sən hardasan, Cəhra qardaş, hardasan, deyəcək sənə. Yəni sən biləcəksən. Sən biləcəksən. Allah Azze ve Celle qardaşlarım, Allah yolunda döyüşüb öldürülənlər, şəhidlər barəsində deyəndə, Allah onların əməllərini azdırmayacaq, zay olmayacaq onların əməlləri. Allah onları doğru yola yönəldəcək, işlərini düzəldəcək. Və yudxiluhumul cənnə. Deyir ki, onları cənnətə daxil edəcək. Arrafəhə ləhum. Dünyada onlara tanıtdığı cənnəti onlara verəcək. Tanıyacaqlar, cənnəti biləcəklər onlar. Girdin, başqasının evindən gedməyəsən. Biləsən ki, vallahi sənin evin hardadır. Evdə sən kim gözləyir? Onu da dayacaq, gələcək. Bu səfərdə, bu rihlədə, çıxdığımız yolçuluqda qapısından tutmuş içəri girirsən.
Ta orada neler olur, neler gözləyir, kim gözləyir. Burada ola bilər mi sənin evə gedirsən, hisli biri gözləyər səni. Orada o yoxdur, yəni qorxmursan. Çünki girəndə sənə deyil baxır, sələmun aleykum, ya qorxma, gəl. Burada biri var, qorxursan məsələn. Orada 70 olacaq, amma qorxmayasan. Aydındır? Salamatlıqla girəcəksən içəri. Salamatlıqla girəcəksən. Çünki qorxu qaldırılır. Narahatçılıq qaldırılır. Çünki yoxdur axı sən, qardaşlarım, rahatlıq diyarına gəlmisən. Rahatlıq diyarına gəlmisən. Çatacaq ona inşallah, o yeri gəlir inşallah yavaş. Cumhur alimlər, qardaşlarım, təfsir alimləri, sadəcə bəzi yerlər olur ki, qardaşların səsi kameraya düşəndə təhlükəlidir, eşidə bilərlər gülüşü. Bir dəfə biz 4 evliliyin icazəli olması haqqında danışan və qardaşlara müraciət edirəm, soruşuram ki, İslam dinində bizə neçə qadınla evlənməyə icazə verilib? Bir dənə səs çıxmır. Vallahi bir dənə səs çıxmadı. Dedim, nə oldu qardaşlar? Niyə səssiz çıxmır? Bir qardaşımız var idi, deyir ki, qorxuruq səsimiz düşər deyir. Sonra bilinəcək ki, kimin sözü idi. Cumhur təfsir alimləri, qardaşlarım, deyirlər ki, bu ayə barəsində يَعْرِفُونَ بُيُوتَهُمْ فِي الْجَنَّةِ Onların hamısı cənnətdə olan evlərini tanıyacaqlar. Necə ki, dünyadakı evlərini tanıyırlar. Necə ki, dünyadakı evlərini tanıyırlar. Və həmçinin dediyimiz kimi, qardaşlarım, Muhammed sallallahu aleyhi ve sellem bizə onun daşları haqqında, evin, gedimsən evə, daşları bir daş qızıldan, bir daş gümüşdən, arasının bizdə olan hörgü sementi də miskdəndir. Allah azze ve celle istəyirəm ki, bizi onun əhlindən etsin, qardaşlarım. Cənnət əhlinin yeməyi, qardaşlarım. Yeməkləri olacaq, içməkləri olacaq. Ən ləzzətli. Yəni o yeməklərə və içməklərə, məsələn bizim dünyada onun nə qədər gözəl olmasını ifadə edəcək söz yoxdur. Məsələn mən ona sadəcə ən ləzzətli deyə bilərəm. Ən gözəl, ən dadlı deyə bilərəm. Dünyada müqayisə oluna biləcək bir şey yoxdur. Elə bir nə yemək yoxdur, nə bir su yoxdur, içiləcək. Cənnət əhlinin, qardaşlarım, meyvələr yiyəcəklər, meyvələr olacaq. Və fəkihətən mimmə yətəxəyyərun. Seçdikləri, istədikləri meyvəni seçəcəklər. Və ləhmi tayrin mimmə yeştəhun. Və canları istəyən bütün quş ətlərindən. Bütün meyvələrdən, Rəşad qardaş. Və bütün quş ətlərindən. Hər birindən istədikləri, canı nə istəyir? Onu da yiyəcək. Cənnət meyvələri, qardaşlarım, yağdan yumşaq olacaq. Əziyyət çəkməyəsən, dişim kəsmir, belə bir şey yoxdur. Yağdan yumşaq. Baldan, Mansur qardaş, baldan daha şirin olacaq. Baldan daha şirin olacaq. Süddən daha ağ olacaq. Bu gözəlliyin bizim başa düşdüyümüz vəsfədə. Oradakı əsillər. Sadəcə biz burada, hətta İbn-i Abbas Abdullahın deyir ki, məsələn, deyilir ki, nar var. Orada nar var, məsələn. Deyir ki, bizdə sadəcə forma və adı var. Cənnət narı, sən narı gördüyü oxşada bilərsən də, dadını da elə düşünə bilərsən. Amma səndə sadəcə şəklidir. Sanki telefondan baxırsan. Yəni, haradasa gözəl bir meyvə var, sən videodan baxırsan. Amma dada bilmirsən. Səndə sadəcə onun şəkli var. Cənnətdə, qardaşlarım, meyvə istəyəndə rahatçılıq odur ki, sən durub, gedib, qırmaq əziyyətinə belə qatlanmayasan. Yəni, bu olmayacaq. Cənnət meyvələri istədiyin zaman sənin qarşında olacaq. Orada, qardaşlarım, gecikmə olmayacaq. İkinci olmayacaq. Qırıq olmayacaq. Bax,
Məsələn, hansısa bir bağa getsək, qardaşlarım, hansısa ağacın üstündə, burada indi ağac meyvələrlə məşğul olan qardaşlarımız var, onlar təsdiqləyər. Bütün ağac var ha, üstündə baxan kimi sənə mənə qırıya deyən bir dənə meyvə olur orada. 2 dənə olurlar, 5 dənə. Biz 10 nəfər girsək, mən onu qırsam, ikinci cəmaat üçün o qırıq ağacın meyvələri olacaq. Yəni digərləri artıq qırılıb. Cənnətdə bu olmayacaq. Qırdım mı çıxacaq? Lə məqtu. Orada qırılmış olmayacaq, subhanallah. Ki mən gecikdim. Gəldim məsələn, ayda gecikdim, subhanallah. O mənim gözüm tutmuşdu. Yoxdur belə. İstədi, bu can istədi, vəssalam. Tutardı. Sadəcə istədi. Çünki əməl burada deyilib, mükafatın orada deyilib. Orada mükafatdır. Mükafat da əgər Rahman öz sevdiklərinə verirsə, bu başqa cürdə olmaz. Qutufuha daniyə, yaxın olacaq. Əlvi uzatmağa söyləməyəcək. İstədin, budaq sənə sallanacaq. Burada necədir? Sən budağa dartınırsan. Orada qutufuha daniyə, yaxın olacaq. Yaxın olacaq. Və onların üzərinə çökəcək. Sökəndikləri halda, oturduqları halda, uzandıqları halda yeyəcəklər. Göydə uçan bir quşu görəndə, görürlər quş uçur. Canı çəkəcək. O düşəcək. Uçur, gedir. Çıxırsan vurmağa. Gedirsən məsələn bizdə belədir ki, canın çəkdi, çəkmədi, qaçır da, yəni uçur o. Burada elə deyil. Orada elə deyil. Uçan bir quşu, hətta canları belə çəksə, istədiyi kimi pişmiş halda, gözəl, hazır, düşəcək qabağına. Hazır uçurdu. Sən istədin deyə, qarşında artıq yeməkdir, hazırdır. İçəcəkləri qardaşım, sənsəbil, zəncəfil, təsnim, çaylar da axır, süddən çaylar, baldan çaylar, şərabdan çaylar, halal. Allah Azze ve Celle qardaşlarım, bu dünyada haramı içənə o halalı dattırmaz, verməz. Qadağan edib ki, öz sevdikləri, Rahmanın qulları orada gözəlin datsınlar. Oradakı şəraba Allah Azze ve Celle qardaşlarım, ləzzətən li-şəribin deyib. İçənlər üçün ləzzətdir. İçənlər üçün ləzzət. Dünyadakının əksi olaraq. Buradakına özləri belə zəhər deyirlər. Zəqqum deyirlər. Arağa. Çünki onun içəndə ləzzəti yoxdur. Dünyadakının. Acıdır. Acıdır, ləzzəti yoxdur. Onun bunlara gələn ləzzəti gələndə bunların ağlı başında olmur. Çünki piyan olanda o içinin ləzzəti var, yəni varsa, o gələndə, kefi gələndə onun, bunlar onu hiss eləmir. Çünki piyanlı, ağlı gedib. Xamır onun üçün araq adlanır. Araq onun üçün araq adlanır ki, xamır. Örtür, ağlı örtür. Sən içdiyi, içəndə, ağlın başındadır deyə, acısını dadırsan. Onun keyfi gələndə, sərxoşluğu gələndə, onu sən hiss eləmirsən, piyansan. Ağız və yələn edirsən, ağız və yələn danışırsan, istəmədiyin, bəlkə özünə və şəxsiyyətvə yaraşdırmayacağın şeyləri eləyirsən. Çünki ağıl örtülür. Amma oradakı elə deyil. Oradakı içənlərə ləzzət olacaq. Orada qardaşlarım Allah Azze ve Celle Muhammed Surəsinin 15-ci ayəsində oradakı çaylar haqqında, orada çaylar var deyir. İylənmir. Qorxmursan ki, yəni içində mikrobu olar, o olar, bu olar. Süddəndir. Tamı dəyişmir. Tamı dəyişmir. İçənlər üçün ləzzətli şarab var. Təmiz bal var. Təmiz bal. Axır, bal axır yəni. Aydındır? Yəni burada məsələn sənə sertifikat lazımdır, yoxlama lazımdır, analiz lazımdır. Bir yarım kiloluq bal alasan, geriz qalmırsan. Axır da qardaşım. Aydındır?
Allah Azza ve Celle, qardaşlarım, cənnət içkilərinə çürüməyi, iylənməyi, bulaşmağı, onu nəf eləyib, çıxardıb yoxdur deyir bu. Aydındır? Çünki çox qalan bir yerdə bir şey qalırsa, süddür məsələn, çox qalırsa xarab olur, çürüyür, iylənir. Nəf Allah, Allah nəf eləyib deyib yoxdur belə bir şey. O cənnət içkiləri haqqında fəsada uğramır, qıcğırmır, turşumur. Aydındır? Bunların heç biri olmur. Və bal da təmizdir. Bal da təmizdir. Cənnət əhli yedikdə və içdikdə dünyada bunun qarşılığı səndən hansısa bir halla yediklərin və içdiklərin qardaşlarım səndən çıxmalıdır. Təmizlənməlisən bundan. Cənnət əhlində də var. Lakin cənnət əhlində qardaşlarım gəyirməklə təmizlənəcəklər. Çünki cənnətdə ayaq yolu yoxdur. Yemək çox, tualet yox. Cənnət elə yerdir. Aydındır? Yemək çoxdur, içmək çoxdur, tualet yoxdur. Gəyirməklə, tər çıxmağı ilə. Düşünərsən tər. Bu sənə görə dünya tərinin yaxşıdır. Necədir sənin üçün? Misk, əmbər, müşk, iyi gələn tər. Bu dəhşət bir şeydir. Subhanallah. Dəhşətli bir şeydir. Paltarları qardaşım geyim geyinəcəklər. Geyim geyinəcəklər. Paltarları olacaq adamların. Allah Azza ve Celle paltar verəcək onlara. İpəkdən ən fəxirli qumaşlardan olacaq. Fikir verirsənmi qardaşlarım, burada sənə haram edilənlər, orada sənə icazə verilənlərdir. Bu iman etməyənlər üçün dünyada, iman edənlər üçün isə ahirətdə Rəbbimin burada bizə etmə qarşılığında daha böyüyü var dediyi bir haldır. Paltarları qardaşlarım yaşıl ipəkdən olacaq. Sundus və həmçinin istəbraq. İnsan surəsinin 21-ci ayəsində Allah Azza ve Celle cənnət əhlinin paltarını rəngli olacağını vəsf eləyir. Yaşıl olacaq. Yaşıl olacaq. Və onun gözəlliyi haqqında deyir. Sundus yumşaq ipəkdir. İstəbraq qalın ipəkdir. İpəkdən geyimlər olacaq. Aydındır? Və gözəl paltarları olacaq və həmçinin qızıl bilərziklər taxılacaq onlara. Bərbəzəkləri də olacaq qardaşlarım. Qızıldan, daşqaşdan, brilyantdan bilərziklər taxılacaq onlara. Cənnətdə minik varmı nəs? Minik var mı qardaşlar? Minik var. Cənnətdə minik var. Necə ki insan dünyada üstün maşınlar var, miniklər var, bir yerdən digər yerə getmək texnikaları var. Eləcə də cənnətdə olacaq. Sahabelərdən biri qardaşlarım soruşur. Ya Resulallah, cənnətdə dəvə olacaqmı minmək üçün? Ərəblərin ən gözəl minikləri dəvə idi zaman üçün. Deyir ki, orada nəfsin istədiyi hər şey olacaq. Bu, qarşısı açıq bir cavabdır. Başa düşürsənmi? Həmin zaman üçün bir sonraki, bugünkü sənin bildiyin və bundan sonraki sənin bilmədiyin və biz bilmirik, Allah-u aləm. Yəni, nələr olacaq? Və həmçinin qardaşlarım, xoşbəxtlik səsləri olacaq. Sənin dünyada musiqi haram olan, qadağan olan musiqilər var. Orada da qardaşlarım gözəl səslər olacaq. Hətta qardaşlarım orada ağacların budaqlarının bir-birinə dəyməsindən elə bir gözəl səslər gələcək ki, heç bir qulaqlar belə bir şeylər eşitməyib. Yarpaqlarının xışıltısının gözəllikləri, onun gələn səslər, nə dünyanın gözəl musiqiləri, nə avazları, nə səsləri ona yetişə bilməz. Yaradılmış məxluqlardan heç biri onun mislində şey eşitməyiblər. Xoşbəxt olacaqlar. Biz dedik əvvəldə, xoşbəxt olanlar hardadır? Cənnətdədir. Fəəmməl-ləzīnə su'idu fəfil cənnə.
xoşbəxtçiliyin ünvanı səhv salırlar vallahi. Elə bilirlər araqdadır, elə bilirlər qadındadır, elə bilirlər malda, pulda, maşında, evdə, ticarətdə, onda, bunda. Haramdan söhbət gedir ha. Yoxsa elhamdülillah bu saydıqlarımın halalı bütün müsəlman və möminlərdə olmalıdır. Aydın, haramdan söhbət gedir. İnsan bir yemək üçün məsələn alladır. Necə ki hədislərdə gəlir, insanlar necə ki Ali ibn Əbi Talib oğluna nəvəsi vəsiyyət edəndə deyir ki, insanlardan eləsi olacaq ki, bir tikə yeməyə görə səni satacaqlar. Satacaqlar səni, alçaq könüllü olacaqlar, fasik olacaq. Onun üçün deyir ki, alçaq könüllü fasiklə dostluq etmə. Bir tikə yeməyə görə səni satar. Və deyir ki, və ondan daha azına. Oğlu soruşur ki, bir tikə yemək bu bilindi, yəni götürüb yeyir. Ondan daha az nədir? Deyir ki, onun iştahı çəkir, amma əldə eləyə bilməyib. Amma yenə də satır səni. Ən azından satdığı şey özünə fayda gətirsə, hə, ona fayda gətirmir, yenə də satır, subhanallah. Onun üçün fasiqlərlə dostluq, alçaq könüllü adamlarla dostluq, bu insanın nə zamansa xəyanətə uğrayacağını göstərir və insan özünü ora atıb. Yəni sən xainlə, fasiqlə, günahkarla, haramzadə ilə niyə dostluq eləyirdin ki, sonra deyirsən ki, bu məni allatdı, bu məni yarı yolda qoydu, bu məni satdı. Günahçısın birincisi nədir? Sən nədir? Amma qardaşlarım, insan özünü məhrum etməməlidir. Burada haram musiqiyə qulaq asıb, oradakı şeydən məhrum etməməlidir. Burada haram qadınlarla zina edib, orada hurilərdən məhrum olmamalıdır. Burada haram içkilər içib, cənnət şərabından məhrum olmamalıdır. Aydındır? Bu şeyə insan diqqət eləməlidir. Və əmmə nisə əhlül cənnə. Amma cənnət əhlinin qadınlarına gəldikdə isə, hurilərə gəldikdə isə, onların gözəlliyi barəsində heç soruşma belə deyir. Aydındır? Onsuz mən sən heç nə deyə bilməyəcəm. Bir halda ki, təmiz qadınlardır, Allah Azza və Cəllə yaradıb, onları sevdikləri üçün, möminlər üçün, mükafat olaraq, bu mükafat olaraq veriləndir. Aydın qardaşlarım, dünya qadınları kimi deyil. Çünki Allah Azza və Cəllə bu sözünü eşitməmisənmi, oxumamısanmı? وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ. Onlar üçün orada çox təmiz, mutahhara, təmizlənmiş qadınlar var. Təmizlənmiş qadınlar, elhamdülillah. Allah Azza və Cəllə hər birimizə xeyirli nəsib etsin. Amin. Heyzdən, nifasdan, ayaq yoluna getməkdən təmizdilər. Tüpürcəkdən və digər şeylər ki, ağlığa gəlir. Hansı ki, dünyada kişi və qadın eynidir bu şeydə. Yəni, naqisdir, var, təmiz deyirlər. Lakin möminlər üçün Allah Azza və Cəllə təmiz, mutahhar qadınlar verəcək. Allah Azza və Cəllə buyurur ki, وَزَوَّجْنَاهُمْ بِحُورِ الْعَيْنِ. Biz onları huril ayinlə evləndirəcək. Aydındır? Artıq evə gedəndə orada insanın artıq arvadı olacaq orada. Evlənmiş olduğu halal olacaq. Hazır cənnətdə. Evi tanıyırsan. Hə Mansur, tanıyırsan? Getdin evə. Nə qədər əməlləmisənsə, üstün əməllər. Orada da o qədərdir. İçəri girəndə o qədərdir. Kəəmsəli lu'lu'ul məknun. Mirvari kimi olacaqlar. Parıllayacaq. O qədər gözəl olacaqlar qardaşlar. Gözəlliklərindən ayaqlarına baxan sümüyün içindəki iliyi görəcək. Yəni deyir, iliyinə qədər gözəldir. Eşitmişsiniz də belə bir söz bizdə var. İliyinə qədər görünəcək. Baxacam. Sanki onlar yaqut və mərcan olacaqlar. Bir şey də bax deyim qardaşlar sizə. Nə düşünməyi istəyirəm? Sadəcə burada mənimlə ol bax. Bu həmin cənnət qadınlarını tərifləyən, onların bu qədər üstün, təmiz, gözəl olduğunu deyən kimdir? Hə? Allah.
Başa düşürsən nə deməkdir? Onu sənə kim deyir? Allah Azza və Cəllə. Kim ki onu yaradıb, kim ki gözəlliyi ona bütövlükdə qoyub. Başa düşdün məsələni? Sadəcə təsəvvür üçün deyirəm ha. Aydındır? Gözəl qadınlar olacaq. Əxlaqları gözəl olacaq. Fihinnə xeyratun hisən. Gözəl əxlaqlı olacaqlar. Gözəl üzlü olacaqlar. Allah Azza və Cəllə qardaşlarım onlarda bütün gözəllik nədirsə, gözəllik nəyə deyilirsə, onu tam bir şəkildə onlarda yaradıb və qoyub. Və deyir, qulaq as deyir, sadiq olan və doğru danışan Muhammed sallallahu aleyhi və səlləmə. Qulaq as deyir, gör, hədisində Allah Rasulü nə qədər gözəl vəsf eləyir deyir. Cənnət əhlinin qadınlarından deyir ki, qardaşlarım, əgər yer üzərinə baxsaydı, yerə dönüb baxsaydı, yer üzəri qardaşlarım, gözəl ətirli ilə dolardı. Bütün dünya var ya, bütün dünya. Əgər cənnət qadınlarından biri, lav ittələt, yəni baxsaydı, yönəlsəydi dünyaya, yer üzəri məşriqlə məğribin arası, gün doğanla gün batanın arası var ya, gözəl ətirlə dolardı. Subhanallah. Bu bir qadındır qardaşım. Bir qadının özdə düşməsi, gəlməsi, yerə enməsi demir. Əgər çevrilib baxsaydı, subhanallah, əgər çevrilib baxsaydı və həmçinin məşriqlə məğribin arası nurla dolardı, bütün işıqlanardı. Bizdə günəş var. Nə qədər işıqlandır? Ondan daha parlaq bir işıq olardı. Hurinin nurunun yanında günəşin ışığı sönük qalardı deyir. Subhanallah. Başa düşürsən nə deməkdir? Günəş kiçik bir lampa. Hurinin nuru bir dənəsindən söhbət gedir. Bu dünyaya baxsaydı günəşin ışığından daha parlaq olardı. Dünya və yer üzərində olanlardan daha xeyirli olardı. Onu qardaşlarım, Ənəs ibn Məlik rivayət edib, İmam Buxari hədisi səhih deyib. Abu Hureyre radiyallahu anh deyir ki, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, bir kişi üçün cənnətdə 2 zövcə olacaq. Hurul eyndən 2 zövcəsi olacaq. Onlardan hər birinin üzərində 70 bəzək olacaq. Onların iliyi baldırından görkəcək. Onların iliyi baldırından görkəcək. İmam Əhmədin təxric etdiyi hədisdə isə qardaşlarım deyir ki, "Ləv dahikat fi vecihi zawciha." Əgər ərinin üzünə gülsə, qadını məsələn hurul ayn ərinin üzünə gülərsə, əda'ətil cənnə, cənnət işıqlanacaq. Təsəvvür edirsən, cənnət işıqlanacaq. Onun gülümsəməsindən, onun gözəlliyindən və onun üzünə baxacaq, yanaqlarına baxacaq və gözəlliklərinə baxacaq. Allah Azza və Cəllədən istəyirəm ki, qardaşlarım bizi xeyr üzərində etsin, xeyirləri bizə cəm etsin. Bunun ikinci hissəsi də var qardaşlarım. İnşallah Allah nəsib edər. Bu ikinci hissəni yaxın bir vaxtlarda görüşümüz olacaq. İkinci bir hissə isə çox dəhşətli bir hissədir qardaşlarım. Çox böyük bir mövzudur. Burada hurilərə, cənnətə, meyvələrinə, ağaclarına, çaylarına, bağlarına və bağçalarına aid olan. İkinci hissədə isə aləmlərin Rəbbi olan Allah haqqında danışacağım sizə cənnətdə. Aləmlərin Rəbbi olan Allah haqqında. Cənnətə girən möminlərə Allahın vermiş olduğu bundan daha böyük bir nemət olmayacaq. Bir nemət olmayacaq. Aydın qardaşlarım, bu mövzunu burada yekunlaşdırıram. İnşallah Rəbbim nəsib edər. Gələn yaxın bir vaxta ki, inşallah xeyr üzərində Rəbbim bizi daim görüşdürsün. Bu mövzunun ikinci hissəsini orada
danışarıq, qeyd edərik. Allahdan istəyirəm ki, bizi, burada olanları, ailəmizi və sevdiklərimizi, övlad və uşaqlarımızı, bütün müsəlman qardaş və bacılarımızı, tövhid əhlində olan, haqq əhli olan, bütün qardaş və bacılarımızı yer üzərində olan, gəlmiş və getmiş hər birini cənnət əhlinə etsin, bizləri bağışlasın. Cənnətin bağlarında və bağçalarında, saraylarında, evlərində, hurilərlə, ailələrimizlə, övladlarımızla, zövcələrimizlə, qadınlarımızla bərabər olanlardan etsin, ata-analarımızla. Allah bizi xoşbəxt olanlar dediyi, Quran-ı Kərimdə olan, onun haqq sözü olan sözlərinin içərisində bir yerdə xoşbəxt dediyi xoşbəxtlərdən etsin. Həm dünyada, qardaşlarım, həm də axirətdə. Bizi öz yolundan, haqdan ayırmasın. Bizi haqq üzərində daim bərabər etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.